Dostlar salam. Deməli Kamisanın kalibratoru gəlib. Bazarda olan kalibratorların heç birinin 26-lıq çıxışı yoxdur. Yəni 26-lıq boru üçün. Kamisada isə var. 20, 16 və 26 bıçaqlı kalibrator özdə digərlərindən daha keyfiyyətli görünür. Sonra belə bir alət var. Ustalar üçün. Bu press checkerdir. Bu nə üçündür? Hər hansısa detalı press fittingi presledikdən sonra onu yoxlamaq üçün lazımdır. Yəni siz onu düz presləmisiniz, kifayət qədər presləmisiniz ya yox. Əgər press checker detalın üzərinə keçirsə, deməli hər şey qaydasındadır. Bax, bu da adi presləməmiş detalda. Bunun üzərinə keçmir. Əlavə olaraq Kamisan Almaniya istehsalı PERT Evoque PERT borusu gəlib. Əsas üstünlüyü də ondan ibarət ki, 600 metrəlik toplardır.